Çox sağ olun, hörmətli sədalət, hörmətli millət vəkilləri. Təbii ki, Azərbaycan konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum məsələsi müzakirə olunanda mən burada bu məsələlərlə bağlı da fikrimi ifadə etmişdim və bugün də həmin fikirdə qalıram ki, kütləvi informasiya vasitələri haqqında da və sair yerlərdə də məhdudlaşdırmalar nəticə etibarilə Azərbaycanda söz və mətbuat azadlığını ciddi təhlükə altında qoyur. İndi konkret olaraq dəyişikliklərlə bağlı məndən əvvəl hörmətli Pənah bəy qeyd elədi Konstitusiyanın 32-ci maddəsində. Bəli, Konstitusiyanın 32-ci maddəsi qanunla müəyyən olunmuş hallar istisna olmaqla ifadəsini xüsusi olaraq istifadə edir və bu da qanunla müəyyən olunmuş hallar hansı qanunla müəyyən olunmuş? Bu da təbii ki, Konstitusiyanın digər bəndindən çıxan ifadə azadlığı, o cümlədən Avropa Konvensiyasında da öz əksini tapmış ifadə azadlığı haqqında məsələlər istisna olmaqla. Təəssüflər olsun ki, bütün bunların hamısını siz bir yerə qatırsınız. Bayaq özünüz dediyiniz kimi o sağmal inək kimi ifadəsinə bir rəğməndə bir sürü kimi hamısını qatırsınız bir yerə, hamısını toparlayıb bir yerdə bir məsələ ilə bir güllə ilə iki dovşan vurmaq istəyirsiniz. Konkret məsələlərə istəyirəm keçim. Deyirsiniz ki, əməliyyat axtarış fəaliyyəti haqqında və şəxsin icazəsi olmadan, istisna olmaqla şəxsin icazəsi olmadan. Pənah bəy o hissəsini qeyd elədi, çıxışındakı ictimai siyasi fəaliyyətlə məşğuldur. Mən bugün burada əyləşən, bu qanundan çıxaraq istənilən burada əyləşən jurnalisti məhkəməyə verə bilərəm. Mənim icazəm olmadan mənim səsimi yazır, mənim icazəm olmadan mənim çıxışımı yayımlayır, mənim icazəm olmadan mənim dediklərimi kütləvi informasiya vasitələrinə çıxarır. Bu qanun buna əsas verir. Bir mənalı surətdə heç kim buna xüsusi qaydada nə tövsif verməsin, nə izah eləməsin. Qanunun mahiyyəti, qanunun fəlsəfəsi bunu deyir. Adam məndən icazə almamış. Mənim çıxışımı çox açıqca səs yazısına, foto çəkilişinə, video çəkilişinə məndən icazə almamış. Necə verə bilər? Siz bununla bunu rəsmiləşdirirsiniz. Əslində, burada bu tipli məsələlərdə nələr nəzərə alınmalıydı? Nəzərə alınmalı var, ictimai siyasi statusuyla və peşə fəaliyyəti ilə məşğul olarkən bunların heç birinə qadağa qoyula bilməz. Adam xalq tərəfindən seçilib millət vəkilidir. Sənin fəaliyyətin, bu sahədə olan fəaliyyətinə qanun hər hansı bir jurnalistə sən icazə verməməlisən ki, yazma, səni seçiblər, o da sənin fəaliyyəti işıqlandırmalıdır. Nazirsən, dövlət məmurusan, dövlət qulluqçusan və s. və s. İkinci, əməliyyat axtarış fəaliyyətləri barədə burada kifayət qədər danışır, istisna olmaqla. Yaxşı, ər-arvaddır, nə əməliyyat axtarış tədbiri var, nə polis bunun haqqında heç şey bilmir, nə dalaşırlar. Ər mütəmadi olaraq arvada zorakılıq tətbiq edir. Arvad bu zorakılığı sübut etmək üçün video çəkilişdən istifadə edir. Ərindən icazə almalıdır ki, bağışla, məni döyəndə çəkəcəm səni. Adam cinayət edir küçədə. Ziyafət müəllimə qarşı məsələn. Adam küçədə cinayət edir. Mən görürəm bunu. Başqa müdaxilə imkanım yoxdur. Çəkiliş aparmalıyam. Gedirəm, deyirəm, ələ həzrət döyən şəxs. Bağışla. Azərbaycan konstitusiyası və qanunları deyir ki, səndən icazə almadan sənin şəklini çəkir. Olar mı sənin şəklini çəkib bunu döydüyün yerdə? Nə deməkdir bu? Nə absurd yanaşmadır bu? Əməliyyat axtarış tədbirləri geriyə mi qeyd elətdirəcəksiniz əməliyyat axtarış tədbirlərin? Geri tarixə mi yazacaqsınız? İstintaqda hansı materiallar olacaq? Siz hüquqşünaslarsınız peşəkar. İstintaqda ifadə olunan materialların, sübut kimi istifadə olunan materialların %99'u şəxsin xəbəri olmadan masa üzərinə gətirilən müstəntiq və ibtidai istintaqı, o cümlədən məhkəmə istintaqını aparan şəxslərin bu və ya digər şəkildə qanun imkan verdiyi çərçivədə əldə etdiyi məlumatlar və sübutlar hesabına olunur. Bu sübutlar və məlumatlar həmin şəxsə qarşı tətbiq olunanda ən qatı cinayətçilərə qarşı nə baş verəcək? Necə sübut edəcəksiniz? Və cinayətdən də əvvəlcədən xəbəriniz yoxdur. Bu bütövlükdə hesab edirəm ki, qeyri-peşəkarcasına yanaşmanın kökündə o dayanır ki, kütləvi informasiya vasitələrinin söz mətbuat azadlığının məhdudlaşdırılmasına sadəcə bir geniş bənddə ki, biz insan haqlarını da bu şəkildə qoruyuruq. Əslində, cinayət, cinayətkarlıqla mübarizə,
Azərbaycan Cinayət Məcəlləsinin tələblərinin yerinə yetirilməsi, peşə borclarının yerinə yetirilməsi, istər daxili işlər orqanlarında, istər prokurorluq, istər başqa xüsusi xidmət orqanlarında yerinə yetirilməsi işlərində bu və ya digər şəkildə bundan onsuz da istifadə olunur. Qanunla hansı şəkildə gedir köhnə tarixə. Bizim məhkəmə işlərində çox aydın bariz misallar vardı. Burada Pənah bəylə mənim məhkəmə işlərimdə bizim köhnə telefon danışıqlarımızı Azərseldən almışdılar. Kimlə əlaqədə olmuşuq? Kimlə telefon danışmışıq? İndi bu qanunla da siz əslində nəyə rəvac verirsiniz? Kütləvi informasiya vasitələrinə o şeyi ki, cəmiyyətə açıqlayırlar, o şeyi ki, cəmiyyət şəffaflığını təmin edirlər, cəmiyyətə informasiya verir, cəmiyyəti bu və ya digər şəkildə məlumatlandırırlar, ictimai siyasi xadimlərin, məmurların, başqalarının, millət vəkillərinin fəaliyyəti barədə ona qadağa qoyursunuz, amma əvvəlkilər bildiyi kimi öz işini davam etdirəcək. Niyə burada yük, əgər dediyiniz kimi şəxsin azadlığını və toxunulmazlığını təmin etmək məqsədi güdürsə, niyə kütləvi informasiya vasitələrinə şamil edirsiniz daha ağır hissəsin? Niyə başqa orqanlara aid olunmur? Burada təəssüf edirəm ki, kəşfiyyat, əks kəşfiyyat tədbirləri və s. adı altında sanki Azərbaycan dövlətçiliyinin qorunması istiqamətində elə bir aura yaradılır ki, adam da biraz çəkinsin ki, kəşfiyyat, əks kəşfiyyat fəaliyyətidir, dövlət... Burada dövlət və dövlətin qorunması ilə bağlı heç nə yoxdur. Burada dövlətin əsas o vətəndaş üçün olan dövlətin sakinlərini və dövlətin vətəndaşlarını təhdid durur. Adamın bütün fəaliyyətini bu və ya digər şəkildə məhdudlaşdırırsınız, o şeyi ki, vətəndaşa verməlidir, o şeyi ki, vətəndaş məlumat almalıdır, onu məhdudlaşdırırsınız ki, vətəndaş, məmur, millət vəkili, dövlət qulluqçusu vətəndaş üçün qapalı qalsın. Vətəndaş onun əməllərindən xəbərdar olmasın. Bu, hesab edirəm, Azərbaycanda mətbuat və söz azadlığına qarşı ciddi təhlükədir, ciddi təhdiddir. Bu, artıq Azərbaycanda söz və mətbuat azadlığının, ifadə azadlığının qorunması haqqında sizlərin, hakimiyyət nümayəndələrinin dediyi bərbəzəkli sözlərin hamısının, o təntənəli çıxışların hamısının sonudur. Burada bundan sonra hər hansı bir şəkildə Azərbaycanda ifadə azadlığı var demək, söz mətbuat azadlığı qorunur demək, bütün bunlar hamısı sözdür. İllər uzunudur biz burada difamasiya haqqında qanunun qəbul olunmasını tələb edirik və böhtan və digər yazılara görə jurnalistlərin məhkum olunmamasını istəyirik. İndi yeni bir şey çıxıb ortalığa və bunu da əsaslandırırsınız Azərbaycan Konstitusiyası ilə çıxıb. Nəticədə nə olacaq? Kim ağzını açıb bir söz dedi, filan yerdə, filan məmur, filan iş elədi, sən mənim səsimi yazdın icazəsiz. Ged həbsə. Nəticəsini düşünürsünüzmü? Çox ağır nəticəsi olacaq. Yox, ləğv eləyəcəyik. Sağ olun.